xəbərdarlıq eləyirəm, nəticə çıxardarlar, lap yaxşı, çıxartmazlar da lap əla. Onlar həyatları ilə çilingağaz oynayırlar. Niyə görə? Elə sənin özündən nümunə deyəcəm. Qənimət Zahidin təxminən 5-6 il bundan əvvəl bir videosu var idi. Prezidentin köməkçilərinə həsr olunmuşdu. Onların biznesi, maxinasiyaları ilə bağlı. Səhv eləmirəmsə 4 köməkçi haqqında idi Qənimət bəy. Hə, ola bilər. Mən Qənimətin o videosunu götürdüm, həm ayrıca qoydum öz kanalıma. Sonra hər köməkçi ilə bağlı hissələri kəsib yerləşdirdim. YouTube-da var, baxa bilərsiniz tamaşaçılar. Müşahidəm nə oldu? O zaman trolların atası Əli Həsənov idi. Bir verdim ki, videoda ancaq videonun şərh hissəsində Əli Həsənov müdafiə olunur. Mesela amma Əli Həsənovdan əvvəldə, sonra da Qənimət Zahid prezidentin köməkçilərini tənqid eləmişdi. Onların maxinasiyalarını açmışdılar. Bir Çopayoğlu troll o köməkçilərlə bağlı o birisilər haqqında heç nə yox idi. Yazmamışdılar. Həm ümumi videoda, həm kəsdiyim videolarda ancaq Əli Həsənov müdafiə olunurdu. Mən onda bir status yazdım Facebookda qalıb. Dedim ki, Əli Həsənov, sən çox böyük səhvə yol verirsən. Sən İlham Əliyevin nökərlərin özün üçün istifadə edirsən. Bu sənin üçün nəzərdə tutulmamışdı. O troll ordusu hakimiyyətdən sui-istifadədir real. Bəli, sənə verilən səlahiyyətdən sui-istifadə edib İlhamın nökərlərin özün üçün istifadə edirsən. Bax, eyni şey Vilayət Eyvazov və Hikmət Hacıyev də elədir belə. Çünki bu iki qurumun səlahiyyətlərində troll ordusu var və bunlar nəyə görəsə yaddan çıxardıb ki, o troll və trollçalar Əlahəzrət və Ülahəzrətə yaltaqlanmaq, yarınmaq, nökərçilik etmək üçün üçündür də. Ya bunların təyinatı olur. Bəli, mən onu müşahidə eləmişdim Qənimət bəy ki, polislə bağlı çox ciddi troll ordusu səfərbər olun. Amma Mehriban haqqında tənqidlər olur, ailə üzvləri haqqında reportajlar olur ki, onların maxinasiyası ilə bağlı və s. İlhamla bağlı o trolların əskəri hazırlığını orada görə bilmirik.